Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları. Heç şübhəsiz dünya Azərbaycanlıların həmrəyliyi günü və yeni ili müqəddəs torpaqlarda, doğma Qarabağda qeyd etmək bayrama xüsusi bir şövq qatır. Polis əməkdaşları bu sevinç və qürura uyğun davranır, tətil günlərini işğaldan azad olunmuş ərazilərdə əmin-amanlıq şəraitində keçirməyiniz, asayişi göz bebeği kimi qorumaq üçün gücləndirilmiş rejimdə xidmət aparırlar. Təhlükəsizliyiniz naminə bütün zəruri tədbirləri həyata keçirirlər. Siz də sadə qaydalara əməl etməklə həm bizə dəstək ola, həm də bayram təntənəsinə dəyər qata bilərsiniz. Diqqətinizə çatdırırıq ki, yalnız icazəsi olan şəxslərin sərbəst gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında sizə təqdim olunan təlimat bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olmuş marşrutlarla hərəkət etməli, kənar yollara çıxmamalısınız. Əraziyə tez alışan və partlayıcı maddələri aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulmuş yerlərə səfər etməlisiniz. İctimai narahatlıq yaradan hallardan çəkinməli, davranışınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Unutmamalıyıq ki, bu qaydalar həm sizin həyat və sağlamlığınız, həm də bölgənin təhlükəsizliyi üçün zəruridir. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qarabağın hər bir güşəsi firavanlıq və həmrəylik rəmzidir. Gəlin bu torpaqların ənənlərinə sadiq davranaq. Hər zamankindən daha çox həmrəy, daha çox məsuliyyətli olmaqla ömür səhifəmizə xətasız, bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək.